Salam, değerli nəşrlərinin 16 mart tarixində keçirilmiş olduğu sınaq imtahanından 5-ci siniflərin ingilis dili suallarının doğru cavabları ilə tanış olaq. 5-ci siniflər. 51-ci sualda doğru variant olacaq A variantı, 52-də doğru variant D variantı, 53-də C variantı, 54-də A variantı olur. 55'te ise cevabımız olacaqdır yellow. Keçək mətn suallarına. 56-cı sualda doğru variant olacaqdır B variantı. 57-ci sualda yenə doğru variant B olacaq. Keçək 58-ə. 58-ci sualda doğru variant A variantı. 59'da C variantı, 60'da ise cevap olacaq enough. Keçək 61'ə qrammatika suallarına. Bu arada kanala abunə olmamısınızsa abunə ola bilərsiniz. Çünki 5-ci siniflər üçün faydalı videoların davamı gələcək. 61'də doğru variant olacaq D variantı. Uşaqlar bədən tərbiyə dərsində atletik fit, yəni qaçış sahəsində qaçarlar, kafeteriyada qaçmazlar, VC ayaq yolunda qaçmazlar, kitabxanada qaçmazlar. 62-ci sualda uşaqların yemək yediyi yer kafeteriya adlanır, yəni kafe tipində yeməkxana deyək buna biz. Yəni lunch sözünü gördüyümüz zaman cavabımız kafeteriya olacaqdır, yəni bufet. 63-cü sualda doğru variant olacaq C variantı. We play basketball in the gymnasium deyəcək. 64-cü sualda doğru variant olacaqdır B variantı. İstirahət yerindən söhbət gedir, lounge. Kitabxana, çöl sahə, gimnazium olmaz. 65'də isə doğru variant olacaqdır, instrument olacaq. Bu formada. 66'da D variantı, 67'də A variantı, 68 A variantı olur. Deməli, Emily üçün şəxsin təkidir, does olar, do olmaz, doing istifadə etmək feildən həmən sonra is do deyə də bir şey olmaz. 69'da doğru variant olur C variantı, çünki hərəkətin inkarı do, does'dan olar, she'də də does istifadə edirik. C doğrudur. 70'də isə doğru variant D variantı. Sualımız does'dan verilibsə cavabımız does'dan qayıtmalıdır. 71-ci sualda doğru variant C variantı. It has a gym olacaqdır. Məktəbin nəyi var? Itdən have olmaz. It having deyə bir şey yoxdur və it has demirik. It has deyirik. 72-ci sualda doğru variant olur D variantı. Deməli, Olivia kitab oxuyurmu axşamlar? Yox, oxumur. Does olduğu üçün bizdə does qayıtmalıdır. She-də don't olmur. She not olmur. Doesn't olar. Is-dən də olmaz. Çünki sualımız does'dan verilib. 73'də doğru variant olacaqdır C variantı. 74'də B variantı. I listen to music daha doğrusu. 75'də isə B variantı. Belə əziz şagirdlər, hər birinizə bol-bol uğurlar olsun.